Hoş gördük dostlar. Bayramınız da mübarək. Demək ki, bayramdan başqa mənim bir problemim var. Nədir? Baxın, gördüyünüz bu qaz yumurtasıdır, qaz. Bunlar qəşəng yudum gətirdim. İndi qaynadıb yemək istəyirəm. Çünki bunu əvvəlki qaz elə 4 dənə yumurtadı dayandı, o heç. Da kök yatmadı. İndi o bir qaz yatır hardasa 10 dənə yumurta yumurtayıb da. Amma yatmaq fikri yoxdur. İndi mən nə edim? Qaz. Nə edim ki, köküləsin. Yəni belə bir çarə varmı? Elə yumurtlayır. Özdə bir gündən beri yumurtlayırdı. İndi arada bir 3-4 gündə fasilə verir. Sizcə nə vaxt kökçər? Onu da deyim ki, 2 dəfədir qaz damazlığı mənə pay göndəriblər. İstəyirəm artıram. Nə bilgiləriniz varsa mənə də deyin, öyrənim. Bu heç, buna fikir verməyim. Bunu pişirib yeyirəm. Mən heç bir qaz ördək yumurtasını atmıram. Kekə vururam, qaynadıram, yeyirəm, çox xeyirlidir. Amma bu çoxdan yumurtayıb dayanıb deyə day gözlədim, gördüm bu birisi də yatmır ki, altına qoyam. Ona görə bunu işlədirəm, geçsin. Amma o birisi yumurtlayıb, ona yaxın yumurta var. Digər ki, kökləmə fikri yoxdur. Deyilənə görə də qonşu deyir ki, qaz 8 dənədən artıq yumurta alır da, yatmalıdır. Amma eyni qazdır. Deməyin ki, başqa qaz yumurtlayır. Yox, fikir verirəm, eyni qazdır. İndi siz mənə məsləhətlərinizi verin, mən də sizdən öyrənim. Əvvəlcədən hamınıza təşəkkür.